Azərişıq tərəfindən müəyyən bir problemlər yaranır. Bu bəndlər tam əsassızdır. Texniki şərt alınması ucuz məsələ deyil. Son illər vətəndaşların elektriklə çalışan avtomobillərə marağını artırmaq üçün ölkəmizdə bu istiqamətdə bir sıra addımlar atılır. Bu məqsədlə ölkəyə gətirilən elektromobillərlə yanaşı onların elektrik doldurucuları da vergidən azad edilib. Amma deyir, sən saydığını say, gör Azərişıq nə sayır. Belə ki, Baku TV'yə üst tutan elektromobillərə elektrik enerjisi doldurma xidməti göstərən bir qrup sahibkar Azərişığın onlara göz verib işıq vermədiyini iddia edirlər. Sahibkarlar deyir ki, adı çəkilən qurum onların fəaliyyətlərinə əngəl törədir. Deyirlər ki, siz texniki şərt almalısınız hansısa bir stansiyaya görə. Ancaq biz görürük ki, qanunvericilikdə belə bir şey yoxdur. Onun çünki biz subabonent kimi çıxış edirik. Subabonent o deməkdir ki, yəni biz sahibkarla danışılır, hansısa bir yer arendaya götürülür, yəni ora stansiya quraşdırılır. Rusiya Federasiyası əhəmiyyətli bir yolda 6 ədəd stansiya quraşdırmışıq. Yaşma postundan tutaraq SDK-yə qədər, yəni orada stansiyalar, müəyyən stansiyalar söndürülüb. Lənkəran şəhərində stansiya söndürüb. Şəkidə stansiyamız var, orada söndürülüb. Bir neçə dəfə Gəncədə olub. Sumqayıtda 2 ədəd stansiyamız var. Orada söndürülüb stansiyalarımız. 12 dənə də stansiya Bakıda söndürülüb. Texniki şərt nə deməkdir? Yəni hansısa bir bina tikiləndə ümumi onun gücü nə qədər olursa tutalım 700-800 kilovat. Ona əlavə bir 30% də ehtiyatını götürürlər və ona qarşı da o texniki şərti verirlər. Əgər bunun gücü varsa, əgər sahibkarın gücü varsa, ona uyğun da biz o stansiyanı orada quraşdırırıq. 32 ədəd stansiyamız var hal-hazırda. Bu stansiyaların 8-i söndürülüb Azərişıq tərəfindən. Deməli, Bakı, Sumqayıt şəhərləri və Lənkəranda da yəni bu stansiyalarımız söndürülübdür. Azərişığın xəbərdarlığı qeyd eləyir ki, xəbərdarlıqda göstərirlər ki, elektrik enerjisindən istifadə qaydalarının müəyyən bəndlərini rəhbər tuturlar. Bu bəndlər yəni o stansiyaları söndürməyə yəni yetərli deyil. Sadəcə deyilir ki, texniki şərt alınmalıdır. Sıravi əməkdaşlardır. Bu dərin bəlkə də informasiya olmadığı üçün bizə sadəcə müraciət, xəbərdarlıq verirlər ki, stansiyalarınıza gedin, texniki şərt alın. Texniki şərt alınması ucuz məsələ deyil. Şamaxı rayonunda fəaliyyət göstərən restoranlardan birinin sahibi isə deyir ki, obyektinə elektrik doldurma stansiyası quraşdırıldığına görə Azərişıq tərəfindən həmin məkana enerji verilməsinin dayandırılacağı ilə bağlı yazılı xəbərdarlıq göndərilib. Hardasa bir 4 ay bundan öncə bura elektrik avtomobilləri üçün şarj aparatı quraşdırdıq və bir 5-10 gün sonra gəldilər bizim şarj aparatını ayırdılar. Soruşduqda heç bir aydınlıq gətirmədilər. Biz bununla bağlı Energetika Naziri ilə məktub ünvanladıq və onlar gəldilər. Kürdəmir Elektrik Tənzimləmə İdarəsindən bir yerdə bizim obyektin bütün sənədlərinə baxış keçirdilər və gücün hamısının qaydasında olduğunu və əlavə 5 kilovolt gücün qaldığını bildirdilər. Və buna baxmayaraq, yenə bizə mart ayının 6-sı xəbərdarlıq məktubu göndəriblər ki, sizin şarj aparatı açılmalıdır. Xatırladaq ki, ölkə başçısının elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında sərəncamında Azərişığa elektrik enerjisi doldurma məntəqələrinin quraşdırılması, zəruri infrastrukturun yaradılması, habelə həmin məntəqələrin dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsini təmin etmək tapşırılıb. Məsələyə Azərişıqdan aydınlıq gətirilib. Qoşulan güclərin artımı istənilən halda qeydiyyata alınmalıdır. Tələb olunan güclərdə artım olduğu halda qeydiyyatı olmalıdır ki, o da paylayıcı şəbəkədə ötürmə elementlərində hamısı nəzərə alınsın. Nəzərə alınmayan güclər şəbəkəyə qoşulduqda gözlənilməz açılmalar, izafi yüklənmədən qəza halları baş verir ki, bu da həmin şəbəkənin, həmin zonasında digər istehlakçıların, o cümlədən xüsusilə də vətəndaşların, məişət abonentlərinin enerji təchizatlarında fasilələr yaradır. Qurumdan elektrik doldurucularının şəbəkədən açılmasına daha bir səbəb kimi bu cihazların fərqli xüsusiyyətə malik olması göstərilib. Bildirilib ki, elektrik şəbəkəsi dəyişən cərəyanla təmin olunur. Bu cihazların işləmə prinsipi isə sabit cərəyandır. Ona görə oradan axan yüklər də sabit xarakter daşıyır. Bu da şəbəkədə proqnozlaşdırılmayan izafi yüklənmə yaradır. Sahibkarlar isə deyirlər ki, sözgedən avadanlıqlar dəyişən cərəyan dövrəsində heç bir izafi yüklənmə yaratmır.
Stansiyalar ən azı 2 güc blokundan ibarətdir. Əvvəlcə bu bloklarda cərəyanın qiyməti tənzimlənir, sonra isə dövriyyəyə qoşulur. 60 kilovatlıq stansiya dəyişən cərəyan tərəfində 96 amper yük axdığı halda sabit cərəyan tərəfində bu 160 amperdir. Bu da güc bloklarındakı yüksək tezlikli transformatorların hesabına yaranır. Nəticədə dəyişən cərəyan dövrəsində heç bir yüklənmə olmur. Energetika Nazirliyindən məsələyə münasibət fərqli oldu. Adı çəkilən qurumdan bildirildi ki, qanunvericilikdə mövcud istehlakçıların güc artımının olmadığı və qoşulma nöqtəsinin dəyişdirilmədiyi hallarla bağlı yeni texniki şərtlərin alınması tələbləri müəyyən edilməyib. Bu baxımdan elektrik enerjisi doldurma qurğusunun qoşulması ilə bağlı tikinti obyektində icazə verilən gücdən əlavə güc alınmasına ehtiyac olmadığı halda yeni texniki şərtlərin alınması tələb edilə bilməz.